Hər sizə salam dostlar, kanalıma və videoma xoş gəldiniz. Bugün Turanla birlikdə VSC-də, yəni World Soccer Champs-də Fiorentina karyeri edəcəyik. Gördüyünüz kimi kadro belədir. Xoş gəlmisən Turan. Xoş gəldik. Nəyə görə Fiorentina karyeri eləyirik? Çünki bilirsiniz ki dostlar, Fiorentina bir vaxtlar Avropa kubokları uğrunda mübarizə aparan, yəni çox güclü bir komanda idi, amma indi isə gördüyünüz kimi bu sezon dəqiq bilmirəm, amma deyəsən ligdə 15-ci oldular. Yəni bu sezon çox pis getdilər. Biz də Turanla indi bu dəqiqə VS atacağıq. Görəcəyik ki, bax görək kim daha qəşəng kadro qurur, Fiorentina daha yüksəyə, zirvəyə daşıyır. Deməli bu videoda 4 sezon olsun, yoxsa 4 sezon olsun, hə, olmasa 5 eləyərik. 4 sezon boyunca Fiorentina rebuild edəcək. Her sezonda dostlar videomuza keçək. Yaxşı, indi kadromuza baxaq. Çox da qəşəng bir kadro yoxdur. Qapıcı De Gea'dır. Yine yaxşıdır De Gea. Yaxşı, onda belə eləyək. Sağ bek, stoper yedeği yoxdur. Ay, bu nə kadrodur? Birinci transferimizi elədik. Yedeğe qoyaq. Bu oyuncu yəqin ki gelişir. Bax, kadro budur dostlar, gördüyünüz kimi. Çox qəşəng olmadı, yəni pis olmadı. Məncə normal kadrodur. Yəni bizi Serie B'ye düşürməz. Sən ligi neçənci qurtardın? Konferans ligi şampiyonu. Aldım konferans ligini. Ha. Bu sezon sağ utdum Aleş. Sen neçənci qurtardın dedin? 8-ci. Ay, mən 11-ci qurtardım. Amma konferans ligi kupam var. Uzun seçəcək. 3 dənə təklif var. Mənim De Gea'm qalır axı. Sən də futbol bıraxıb, mən də bıraxmayıb. Teklif var, prosta hiç satmayacağım. Ya da belki saatım gözləyəcəm. Satsam yerine qapıcı ala biləcəm heç. $12 milyona Alexander Nübel. De Gea satıram çünkü yani pul gələnməyəcək. Kıllı. ...27 yaşında Safonov. Görək, gəl. Xoş gəldin Safonov. Təzə qapıcım. Yaxşı dostlar, öyrəndiyimə görə Fiorentina'ya hər il 30-40 milyon pul vermişlər xərcləməsi üçün. Biz o qədər çox götürməyək. 21 milyon götürsək bizə bəs eləyər. Turan 21 milyon pul götür. Hər il 21 milyon pul götür. Götürdüm. Yaxşı, 38 milyon pulumuz var. Mənim çox qutardı. 14 milyon pul qaldı. Məncə də qutardı. 7 milyon da məndə qaldı. 14 milyon saxlayacağım da bir daha da adam satsam qəşəng adam alırım. Birinci maçı 4-0 udaraq başladım. Simlə eləməyə keçək dostlar. Dostlar, ligin qurtarmağına bir maç qalır. Gördüyünüz kimi kadromuz belədir. Lee Kangin 81 olub. Safonov 82. Başqa da qalxan yoxdur deyəsən. Bir də bu 78'lər deyəsən qalxıb. Sağ bekimizdəki budur. Bir də yedeğe belə bir Luis Junior deyə qapıcı aldım. Bomba kimi oyuncudur. Sağ kanat yedeğimizdə göz sözün deyir. 78 adamdır. Bunlar da belə. Yaxşı, onu davam eləyək. Mən bildim niyə belə. Növbəti sezona keçək. Yedek yox, yedek ona görə. Görüm yedek qalın puan. Və ligin son maçı. Vay, uduzmayaq. Vay, yox. 1-1. Ligi 4-cü olaraq qurtardıq. Şampiyonlar liginə getməyə haqq qazandıq. Neçənci qurtardın Turan? Ligi... Səncə 7-ci idi ya
6. 7 kurtardım 7. 7 nədir? Ben bu sezonda çaktım. Sen değilsin. Sen ne sandın? Ben 4-cü Şampiyonlar Ligi'ne getməyə haqq qazandım. Yaxşı, teklif var. Carlinhos'a 21.6 milyon. Qəbul eləsəm. Kalmıyor var sende. Hı. Yaxşı, Carlinhos'u satdım, o bilər qalsın. 46 milyon pul. O altyapıdan Şıxiper diye bir daha oyuncu. Potansiyeli 79-91. 79 bu oynayacak. Ayakomuz da 80 oluyor. Hoppa, kadro bomba kimi. Getdik yenə simülə eləməyə. Aya qurtardı sezon. Aya 7-ci olaraq qurtardım. Ne pis oldu. Avrupa'da ne oynadın o sezon? Hı? Avrupa'da ne oynadın? Avrupa'dan hardalandım. Adından çıxdı. Və dostlar, bu sezonda qurtardı. 4-cü sezon, son sezondayıq. Görək indi nə edəcəyik. Tekliflər var. Angel Ortiz Comozo. Ortiz Sabek yediydi. Comozo kim idi bu da? Comozo'ya teklif nədir? 30.4. Qəbul eləmərəm. Bu da qəbul eləmirəm. 21 milyon götürtürəm. Göstermişim. Mənim 30 milyon pulum var, işin alamayacağım kimi görsənir. Ekitike cari ekitike. Mən hazıram, satacaq adam yoxdur, məcburam. Tamam. Kadro budur. Getdik son sezon görək. Kim nə edəcək? Yaxşı, Hugo ekitike geldi. Tamam. Avrupa Ligi finalı Juventus. Çox çətin. Rəqib gəldi amma. Avrupa Lig finalında sen. Juventus gəldi o da. Ya Allah. 1-0. 2-0 uttum, Avrupa Ligi mənimdir. İşte bu. Avrupa Ligi kazandım. Çok şükür. İşte bu. Finalda 2-1 uttum Uluslar Kupa'da. Onu da kazandım. Oh. Yo, Uluslar Kupa nerede? Kulüpler Dünya Kupası. Onlar xeyir şeyler diye. Buna da kulüp mücadelesi Euro Askan. Liverpool var, Arsenal var, City var. Ay, ben de kulüpler Dünya Kupası'ndayım. Bir de bu edeceğiz. Unuttum ben. Sen Avrupa Ligi kupan var yok. Konferans Ligi kupan var yok. Ligde ikinciliğin var yok. Ben unutmuşam da. Var. Sen ligde ikinci olmuşsun ha? Yo. Söylemen de o derim. Ben ligde ikinci oldum. Bəli dostlar, gördüğünüz kimi kadronun son halda budur. Fiorentina'nın düştüğü bu vəziyyətdən həqiqidə Real'da ligdə 15-ci olmuşdu. Biz gördüğünüz kimi mənim özüm ikinciliyə qədər qaldırdım. Deməli bir konferans ligi kupası, bir Avrupa Ligi kupası kazandım. Bir de uluslararası kupaya falan getdim. Oradalardan oldu bilmirəm. Turan, sen ne kupa kazandın? 2 tane kupa kazandım ben bilen. Biri Uluslar Kupa, bir de Kulüpler Dünya Kupası. He. Yəqin ki qalib mən oldum, ama da yoruma yazsınlar da. Ama yəqin ki qalib mən oldum. Dostlar, daha çox belə Rebuild videosu istəyirsinizsə kanala abunə olub like atmağı unutmayın. Bir də hansı takıma Rebuild eləyək şərhlərdə bildirsəz yaxşı olar. Sağ olun, özünüzə müğayət olun.